durduğunuz yerdə qarın işləməsi başlayır. Hə, qəsədə qabaqlar belə göynəmə, qaşınma olurdu. Bəlkə də dedilər daxili babasılı ola bilər, bilmirəm, indi nə bilim. Çox sağ ol xanım, Çox sağ sualına olun, görə. xanım. Sağ olun, çox sağ olun. Sağ olun. Qəhrəman tərtərimizə çoxlu salam göndərdik. Doktor, nə ola bilər? Qorxdum. O qaşınma olursa, göynəmə, orada qurt xəstəliyi ola bilər. Təbii ki, Elə belə qurt deyil bunda. yox, o qurt vermir onu. Elə verənməz. O hardasa qidasında, ya qidada narahatçılıq olur, ya kəskin soyuq dəyir. Yəni, bu səbəblərdən biridir. Yəni, birdən-birə. Ya kəskin soyuq dəyib, Ya da qidalanmada nəsə zəhərlənmə mi və ona yaxud görə da ki, qarın işləyir. kəskin şəkildə qarın işləməyə elə belə olanmaz birdən-birə. Birdən kəsməsə əgər, İndi o sual verdi, mən də ona cavab verirəm ki, onu kəsmək üçün siz mütləq aclıq rejiminə riayət edin. Aclıq qədər ona effekt verən heç nə yoxdur. Bir də 2 litr yazın yarım... onsuz da ürəyi üzülüb, dayı da ac qalsın. Yox, yoludur da, o yesə onsuz da 10 qat artıq sıyrılır, gedir o, selik gedir ona. Nə ihtiyac var? Yedə nə mənası var ki? Əksinə köf verəcək, qaz verəcək, işləmə verəcək. Aclıq, yəni yolu onun aclıqdır. Bol miqdarda mayi qəbul edirsiniz və dazotu dəmləməsi, boyma dərən dazotu dəmləməsindən istifadə edirsiniz. O sizin yəni ishalın qarşısını almağa kömək edəcək, çünki onun tərkibində təbii antibiotik var. Ondan başqa da bol miqdarda maye qəbul edirsiniz, isti şəraitdə tərləyirsiniz. Müəyyən çox qısa müddətdə keçəcək. Yox, keçməsə, indi mən buradan canlı efirdə adını çəkmək istəmirəm ki, nə qəbul edəsiniz. Bir də 2 litr yarım, 3 litr imalə balonu, klizma balonu götürürsünüz rezin, içərisinə mayeni qaynadırsınız, əlavə edirsiniz və onunla bağırsağınızı yuyursunuz. İçərisinə əlavə edə bilərsiniz, duz da əlavə edə bilərsiniz, xörək duzu və pereks. Təmizləyirsiniz, bağırsaq tam təmizlənir, aclıq rejimini gözləyirsiniz, bir günə, ən çox 2 günə effektini duyacaqsınız bir mənalı şəkildə. Nəsə görsəniz siz deyən olmadı, onda mənim telefonlarımı görürsünüz 055 250 1080, orada yazılıb 050 635 0422. Mən əlaqə saxlayayım WhatsApp vasitəsilə. Mən sizə buradan qiyabi kömək eləyəcəm və dayandıracam ishalınızı.